Bu dəfə yeni vloqum rayondandır. İmişli rayonuna qonaq gəlmişik, bacımgildəyik. İllərdir bacımgil Rusiyada yaşayırdılar. Son illərdə gəliblər. Bacım şəftalı hazırlayıb, mənə də saxlayıb. Yarpağı da var. Əvvəl bacım üçün darıxırdım. Rusiyada olanda gözləyirdim ki, yayda gəlsin. Yayda məktəblər bağlanan kimi uşaqları götürüb gəlirdi Azərbaycana. Yay boyu bir yerdə olurduq. Son 2 ildə gəlib Azərbaycana, yəni bir dəfəlik gəlibdi. Hələ ki rayonda yaşayır. Rayonda da uşaqlar qala bilmir. Mən də bacıma deyirəm, gəl şəhərə, ümumiyyətlə bir-birimizə yaxın olaq. Uşaqlarımız da tək qalmasın, bir-birimizə dəstək olaq, bir işimiz olanda ümumiyyətlə bir yerdə olaq. Həsrət bitsin artıq. Bilmirəm, bu hamıda belədir. Mən öz rayonumuza gedəndə çox qala bilmirəm. Maksimum bir gün, ikinci günü artıq darıxmağa başlayıram. Turşuna xırda-xırda üstünə. Söhbətimə davam edəcəm. Burada bacım buğlama bişirir bizim üçün. Mamam həmişə buğlama bişirərdi. Tural da sevmişdi o gündən. Ümumiyyətlə biz həmişə evimizə gedəndə Tural samavar yandırırdı. Mama da belə kebab zad, belə şeylər daddı, yəni yeməklər bişirirdi. Bu dəfə sağ olsun bunları bizim üçün bacım elədi. Hamımız oruç tutduğumuza görə dedi, elə gəlin bir yerdə iftar edəyək. Orucu bir yerdə açaq. Yaz ayıdır. Gəl bir yerdə kebab çəkək, samavar yandıraq. Neçə vaxtı deyir gəl. Axırıncı dəfə yayda gəlmişəm rayona. Heç onda da bacımgildə qala bilmədim. Bacım professionaldır işte. Bacım kebabı çəkir. Kişilərimiz də gəlir, dayanır burada. Fotosesiya edirlər oylar ki, kebab çəkərkən. Amma əslində söhbət edirlər orada. Hazıra gələcəklər. Hə, Tural az qalıb qaynayır. Burada samavar da xodlamışım. Bunlar üstündə oruc açıblar, heç nə yeməyiblər. 40 dəqiqədir beşədə. Gözləyirlər. Görüm qaynayır. Yox, hələ qaynamış. Kömür atmışıq. Hələ gözləyirik. Hər yan tüstü deyə. Bacımın qızıdır bu. Siyevka. Bu arada buradan kanalıma dəstək olanlara təşəkkürümü bildirirəm. Çox sağ olun. Günü-gündən sayımız artır. Mən də həvəslənirəm. Bu çox xoşuma gəlir. Düşünürəm ki, çoxlu belə vloqlar çəkim. Yenə də həmişəki kimi kanalıma abunə olmağı unutmayın. Burada göyər təkiblər. Rahim. Mən də muskayla. Burada da soğuk konservler. Bacım orada kebap yiyir, mən də çay dəmliyim. İftarımızı yiyək. Deyəsən çox atdır. Tatlı da var orada. Xəyə var görəsən. Sen yoktu. Siyahlarım demlemeye. Burada musikili gecədir. Ben Allah'ın her şeyinden sak everes. Я не знаю. Когда ты я не знаю английский. Я тоже не знаю. Ne oldu? Sustun. Buradadılar. Hələ samavar qaynadı. Yuxaya. Çəkot atmışam. Çəkot atmışam, müxəyə görmədim. Yuxaya da mən almışam. Hə, gətir ataq onu. Çay dəmləyirik. Yox, suyu burada gətirdim, açdı. Bir dənə suyu. Hə, onu söhbət edirdim ki, ümumiyyətlə rayona gedəndə mən çox darıxıram. Bilmirəm, hamıda belədir. Rayona gedəndə maksimum bir gün qalıram. İkinci gün sonunda artıq darıxmaq gəlir mənə. Özümü çox tək hiss edirəm, qəmlənirəm. Fikir vermişəm, başqa rayonlara gedəndə belə olmuram, darıxmıram. Ancaq öz rayonumuzda çox darıxıram. Ona görə də gec-gec gedirəm. Gedəndə də ən çox da yəni getməkdə məqsədim anamın qəbrini ziyarət eləmək olur. Ona görə
gedirəm daha çox. Ötən yay getdim, evimizdə qaldım, 2 gün qaldım. İkinci gün məni çox darıxırdım. Qala bilmədim, çıxdım, gəldim. Fikirləşirəm ki, bu mamamla bağlı olan bir şeydir. Əvvəl getməyi ora çox istirdim, yoldaşım da, mən də daha çox can atırdıq ki, rayona gedək, qalaq orada. Amadan sonra heç cür alınmır. Çox da darıxıram. Elə bilirəm ki, acı həqiqətlərlə üzləşirəm. Elə bilirəm dünyada təkəm, heç kimim yoxdur, kimsəsizəm. Çox qəribsiyirəm, çıxıb gəlirəm. Çıxarmağa gedirik. Mən də gələn kimi belə düşürəm bunun yanına, hara getmirdi. Bizi əri qırlarsın. Kəndimdən istərim. Əvvəl gələndə kəndə gedirdik, bu yolu birinci gedirdik. İndi axırıncı yoldur. Axırda gedirik də. Oradan Burada da var, et. Buranı kəsirəm, belə. radiodur səndə. Burada şey de var, iblis. Saç kraskası nə rəng ala bilərik? Burası bir soyuq ton olsun da. O sana şəkil atmışdı mı qızım? Bir neçə ton, öz saçından bir neçə ton açır. Dip boyası da elə bir eləyək. Bir neçə ton açır. Aynı Mahriye yazacağım, Mahriye dərk diyeceğim. Mahirə kim? Saç sesli başına. Siz bir getdiniz. İşte mən kimi izləyir. Səs eləyir. Nə dəxlim o sizmanlar oxudu? Hadi böyle geçin valla. Nəysə ki, belə uşaqlar üçün pizza pişirir. Biz də təbii ki, baxırıq. Yeməyəcəyik, çünki oruzuq. Hə, Rahim? Nə istəyirsən? Nə istəyir bu uşaq? Kalbasa istəyirsən? Götürsən, götür kalbasa. Götür. Ay Rahim. Biraz yavaş, o boş kapsada değil. Sevinip tez yeme Rahim. Tabii ki bu biraz biz İtalyan olmadığımıza göre. İtalyan olma. İtalyan olmadığımıza göre. Nilay hanım. Rahim, что это? Пицца. Что? Nerede bu? Это пицца. Pizza. Капаш. Kalbasta. Тут мы капаш. Когда капаш. Qapas Rahimindir. Səhər durduq, bacım dedi pizza eləyirəm uşaqlara. Onlar yesin, sonra gedək mamanın qəbrini ziyarət eləyək. Burada gəlirik gül almağa. Biz də təbii gül aldıq. Bacım dedi bunun ağ rəngini alıb əkmişəm. Mən də qırmızı götürdüm. Bacım ağ ramaşka almışdı, çoban yastığı. İki gülü də gətirdik, əkdik, dualar oxuduq, sonra da evimizə gəldik. Mamam sağ idi bağac əkiləndə. Nilay əkib, Nilayla atam. Ağac əkiləndə yadımdadır, səhər mən oyandım, yatmışdım. Səhərlər ümumiyyətlə rayona gedəndə mama baxırdı Nilaya, onda Nilay balaca idi, bilmirəm 2-3 yaşı var idi. Mama səhər mən duranda dedi ki, atanla Nilay ağac əkdilər. O bir xatir olaraq bu həyatda qalacaq. İndi hər o ağac böyüyüb nə boyda olub. Baxanda hər dəfə də oradan da mamamın o sözü yadıma düşür ki, atanla Nilay ağac əkdilər. Nilayın ağacıdır, belə də deyirdi. Hər dəfə o sözü yadıma düşür. Ona görə evimizə çox gedə bilmirəm. Çünki hara baxsam xatirələrdir, hara baxsam mamamın səsi qulağımdadır, gözümün qabağındadır hər şey. Ona görə mən çox pis kövrəlirəm, çox da qala bilmirəm evimizdə. Təzə mama rəhmətə gedən vaxtlarda elə bilirdim ki, evin divarları, ev üstümə ağlayırdı. Evin dili olsaydı mənə, nə bilim, dərdini danışardı. O cür hiss eləyirdim. Ona görə də evimizə gedəndə çox belə qəribə oluram. Deyirəm ki, kəş analar ölməz olardı.
onda insan daha da xoşbəxt olardı. Düşünürəm ki, bizə həyat pis üzünü tez göstərdi. Neynəsəm də, necə eləsəm də yarımçıq hesab edirəm özümü, yarım hiss edirəm. Heç bir şeydən, yəni zövq almıram, ümumiyyətlə həyatdan zövq almıram. Yəni elə bilərək düşünürəm ki, yarımam, tam deyiləm. Bu da insan ruhən anasına bağlı olduğu üçün. Ana əvəz olunmaz varlıqdır. Allah dünyadan köçən bütün analara, valideynlərə rəhmət eləsin. Sağ qalanlara da Allahdan can sağlığı arzulayıram və inşallah ki, qədirləri, dəyərləri bu dünyada sağkən bilinər. Çünki elə evlad var ki, anasının, atasının sağkən qədrini bilmir, dəyərini bilmir, hörmət eləmir. Allah o gündən saxlasın. Biz burada getdik səhər bayram namazını qılmağa. İlk dəfə idi rayonda məsciddə bayram namazı qılacaqdıq. Getdik, qıldıq namazımızı. Günortadan sonra da qayıtdıq, Bakıya gəldik. Buradan kanalıma abunə olanlara təşəkkür edirəm. Günə-gündən sayımız artır. İzləyənlər kanalıma abunə olmağı unutmayın. Mənə dəstək olun. Növbəti vlogumuzda görüşərik.